Sabahınız xeyirli olsun. Təqsirləndirilən 15 nəfər Ermənistan vətəndaşı, o cümlədən Haray Kartunyan, Bako Sakyan, Arkadi Qukasyan, David Babayan və digərlərinin məhkəmə prosesinin bu günləri dövlət ittihamını müdafiə edən prokurorların çıxışları ilə davam etdiriləcəyi gözlənilir. Çünki ötən məhkəmə iclasa sədrlik edən hakim Elmar Rəhimov bildirdi ki, müdafiə tərəfi apellyasiya şikayətinin əsaslandırılması üzrə çıxışlarını icrasını artıq yekunlaşdırıb. Eyni zamanda zərərçəkmişlər və zərərçəkmişlərin hüquqi varisləri məhkəmə prosesində iştirak edən nümayəndələri də çıxışlarını artıq etdilər və bundan sonra mərhələli şəkildə növbə dövlət ittihamını müdafiə edən prokurorların çıxışları üzərində olacaq və ötən iclasda həmin çıxışlar başlanıldı. Bugünkü iclasda da davam etdiriləcəyi gözlənilir. Qeyd edək ki, ümumiyyətlə bu məhkəmə prosesində apellyasiya şikayətinin əsaslandırılması üzrə çıxış edən həm təqsirləndirilən şəxslər, həm də onların hüquqlarını müdafiə edən vəkillər, hansı ki dövlət hesabına onların hər birinə 2 müdafiəçi ayrılıb. Onlar çıxışlarında 5 fevral 2026-cı il Bakı Hərbi Məhkəməsinin hökmünün ləğv olunmasını, əvəzində isə təqsirləndirilən şəxslərin barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdilər. Lakin zərərçəkmişlər və zərərçəkmişlərin hüquqi varisləri, hansı ki yarım milyondan çox bu iş üzrə zərərçəkmiş və zərərçəkmişin hüquqi varisi keçir, onlar isə məhkəmədən xahiş etdilər ki, birinci instansiya məhkəməsinin hökmü ədalətlidir, qüvvədə qalmalıdır və bunu məhkəmədən xahiş etdilər. Hazırki mərhələdə isə dövlət ittihamçıları çıxışlarını icra edəcəklər və biz bu barədə xəbərlərin növbəti buraxılışında tamaşaçılara daha geniş məlumatları çatdırmağa çalışacaq deyərək sözü yenidən mərkəzə, studiya ötürürük.